Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugün də sizlərə milli Novruz şirniyyatlarımızdan olan kövrək, üzəri xırçıltılı, içərisi yumuşaq, çox ləzzətli badambralar hazırlayacağım. Badambraların xəmiri üçün 520 qram un götürmüşəm. Bu da 200 ml stəkan ölçüsü ilə 4 stəkan un eləyir. Üzərinə əlavə edirik 1 çimdik duz, 1 paket vanil, 1 çay qaşığı şəkər tozu və quru ərzaqlarımızı yaxşı-yaxşı qarışdırırıq. Onu da qeyd edim ki, qalan digər ərzaqlarımız yumurtadır, xamadır, kərə yağımız da hamısı ev temperaturunda olmalıdır. Soyuq halda istifadə etməyin. Quru ərzaqlarımızı qarışdırdıqdan sonra, deməli 1 çay qaşığı, yəni dolu olmayan 1 silə çay qaşığı, bu da qramla 3 qram eləyir. Quru maya götürürük, üzərinə 2 xörək qaşığı ilıq su əlavə edib, biraz belə çox az qarışdırıb mayanı bir kənarda gözlədirik. Unumuzun içərisinə əlavə edirik ev temperaturunda tam yumuşalmış 100 qram kərə yağı, 2 ədəd ağlı sarlı yumurta, 100 qram yağlı xama. Mən 20%li xamadan istifadə etdim. Buraya əlavə edirik 1 çay qaşığı üzüm və ya alma sirkəsi. Hər ikisindən istifadə edə bilərsiniz. Xamanı, yağı, yumurtanı biraz yüngülcə qarışdırdıqdan sonra bura suda islatdığımız 1 çay qaşığı quru mayanı da əlavə edirik. Qeyd etdiyim kimi mayanı götürərkən çay qaşığını doldurmayın qətiyyən. Sonra burada baxın bizim 125 ml ilıq südümüz var. 125 ml süddə 200 ml stəkan ölçüsü ilə 1 stəkandan 2 barmaq əski, yəni 2 barmaq aşağı süd eləyir. Südümüzü də əlavə edərək yumuşaq xəmir yoğururuq. Badamburaların da xəmiri paxlava xəmiri kimi yumuşaq xəmir olmalıdır. Dəyərli izləyicilərim, kim hardan videomu izləyərsə, videomuzu izləyərkən saniyənizi ayırıb elə bu dəqiqə yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videomuzu bəyənməyi unutmayın. Bəyənin ki, videolarımız çox insanların qarşısına çıxsın və kanalımızın böyüməsində sizlər də mənə bu cür dəstək olmuş olarsınız. Əgər bəyənirsinizsə videolarımızı mütləq yaxınlarınızla da paylaşın. Onu da qeyd edim ki, bu badambura resepti inanın ki möhtəşəmdir. Həqiqətən də çox gözəl bir reseptdir. Mütləq bu reseptlə hazırlayın. Çox bəyənəcəksiniz. Yumuşaq, üzəri xırçıltılı, kövrək, çox dadlı badamburalar alınır bu xəmirdən. Gördüyünüz kimi yumuşaq bir xəmir yoğurdum. Xəmirin üzərini örtürəm və xəmirimin tez mayalanması üçün xəmirimi qalın bükürəm və 1 saat mayalandırıram. Xəmir mayalanan müddətdə də biz içlik hazırlayırıq. İçlik üçün 150 qram qoz ləpəsini rondodan keçirdirik. Rondodan keçirdiyimiz 150 qram qoz ləpəsinin üzərinə 100 qram şəkər tozu əlavə edirik. 100 qram şəkər tozu da bildiyiniz kimi yarım stəkan şəkər eləyir. Üzərinə də yarım çay qaşığı hil ədviyyatı əlavə edib bunları da yaxşıca qarışdırırıq və budur, içliyimiz də hazırdır. Verdiyim bu reseptlə 20 ədəd badambura alınır və düzəltdiyimiz, hazırladığımız bu içlikdə 20 ədəd badamburanın hamısına çatır, qətiyyən artıq qalmır. Və gördüyünüz kimi artıq xəmirim çox gözəl mayalanıb. Mayalanmış xəmirin əvvəlcə biraz maya qoxusunun gəlməmək üçün mütləq havasını alırıq. Daha sonra isə mən xəmirimi hər zaman olduğu kimi tərəzidə çəkirəm kütləsini. Nə qədər gəlirsə xəmirin kütləsini 7 hissəyə bölürəm. Yəni bu xəmiri mən ümumilikdə badamburaları 7 kündədən hazırlayacağam. Ona görə də xəmirin kütləsini 7 hissəyə bölürük. Nə qədər edirsə həmin qramdan da biz kündələrimizi tuturuq. Əgər tərəziniz yoxdursa, onda gözə yarı olaraq da kündələri bölə bilərsiniz. 7 hissəyə bölürük xəmirimizi, kündələyirik. Kündələri də mütləq gözlətmək lazımdır. Çünki birbaşa kündələdikdən sonra yaymaq olmur. Xəmir mayalı xəmir olduğu üçün yığılır. Ona görə mütləq ən azı heç olmasa bir 15 dəqiqə, 20 dəqiqə gözlətmək lazımdır. Kündələrimiz mayalansınlar və yayarkən yuxaları rahatlıqla yaymaq olsun. Gördüyünüz kimi baxın, bu cür qəşəng şişirlər, köpürlər, yəni öz kündəsini alıblar. Bir-bir götürürük, üzərinə və altına un səpərək kündələrimizi yayırıq.
Mən əvvəllər kündələrin hamısını yayırdım, bir kənarda gözlədirdim. Üzərlərini təbii ki, örtmək şərti ilə, yəni qurumasınlar deyə. Daha sonra isə bir-bir üst-üstə qoyub yağlayırdım. O cürdə tez başa gəlir, yəni tez alınır, işinizi tez qurtarmış olursunuz. Elə də hazırlaya bilərsiniz. Amma kündələri bir-bir yayıb yağladıqda, məsələn, bir kündəni yayırıq, yağlayırıq və keçirik digər kündəni kənarda yayıb, onu da gətirib bu kündənin üzərinə qoymağa. O cür etdikdə ara qatlardakı yağ donur və bişərkən də qatları çox gözəl bilinir. Ona görə mən artıq bu cür edirəm. Əvvəlcədən mən 2 kündəni yayıram. Baxın, bir kündəni yaydım. Bir kənarda gözlədirəm və keçirəm ikinci kündəni yaymağa. İkinci kündəni də yaydıqdan sonra artıq başlayıram aralarını yağlamağa. Qalan 5 kündəni də kənarda bir-bir yayaraq, yağlayıb üzərlərinə yığıram. Və kündələri yaydıqca digər kündənin ki, içərisinə, yəni üzərinə çəkdiyimiz o yağ donmuş olur, biraz bərkiyir və bişərkən də qatlar çox gözəl alınır. 2 kündəmizi yaydıqdan sonra masanın üzərinə biraz duru yağ əlavə edirəm. Fırça ilə hər tərəfinə yaxşıca çəkirəm. Bunu da hər zaman qeyd edirəm ki, çalışın mütləq masanın üzərini duru yağla yağlayın. Çünki kərə yağı ilə yağlandıqda alt qatdakı xəmiri sonradan lenta kəsib bükərkən kərə yağı donur və bərkiyir. Ona görə də xəmir cırılır. Yəni bükərkən yapışır masanın üzərinə. Mütləq ona görə masanı hər zaman çalışın duru yağla yağlayın. Və beləcə ilk kündəmizi qoydum. Kənarlardan nə qədər gəlirsə o qədər ehmalca dartırıq, birləşdiririk. Düz bucaqlı formanı veririk ilk kündəmizə. Daha sonra isə digər kündələri də belə aralarını yağlayaraq üst-üstə qoyub kənarlarını dartaraq birləşdiririk. Burada 7 kündə götürmüşəm, yəni 7 kündədən hazırlayıram badamburaları və qatlarını yağlamaq üçün də mən 250 qram kərə yağını əritmişəm. Mütləq əridərkən yağı dağ edin və ayranından tamamilə ayırın. Yəni ayransız, tortasız bizə təmiz ərinmiş kərə yağı lazımdır. Və beləcə gördüyünüz kimi ikinci kündəni üzərinə qoyuruq. Ehmalca, cırılmadan, yavaş-yavaş dartaraq kənarlarını birləşdiririk. Çünki yuxalarınız cırılarsa onda bişirdiyiniz şirniyyatın qatları alınmaya bilər. Ona görə mütləq çalışın ki, nə qədər gəlirsə o qədər dartın. Artıqlaması ilə dartıb yuxaları cırmayın. Və beləcə hər tərəfini eyni bərabərdə olmaqla fırça ilə yaxşıca yağlayıram. Mən bunları yağlayarkən də yağı dəmirin üzərində çox az atəşdə saxlayıram ki, isti qalsın. Kərə yağı tez donur, tez bərkiyir. Hər dəfəsində yəni isidib, isti halda yuxaların üzərini yağlayıram. 7 kündəmiz olduğu üçün deməli biz 6 kündənin 6-sını yağlayırıq. Son 7-ci kündənin üzərini isə yağlamırıq. Baxın, bu artıq 6-cı kündədir. Gördüyünüz kimi yağ bu cür qəşəng üzərində donur. Yəni kündələri kənarda yayarkən ara qatlarındakı yağ belə qəşəng donmuş olur. Və bunun nəticəsində də bişərkən qatları çox gözəl alınır. Və bu son 7-ci yuxadı üzərinə yerləşdirirəm, kənarlarını birləşdirirəm və 7-ci qatın üzərinə yağ əlavə etmirik, yağ çəkmirik. Kənarlar biraz nahamar olduğu üçün səliqəli olsun deyə kənarlardan artıq xəmirləri kəsib çıxardıram. Təbii ki, bunları da israf etməyəcəm. Və 2 barmaq enində olmaqla lentalar kəsirəm. Ümumilikdə mən 20 ədəd lenta kəsdim və yenə də qeyd edirəm, bu reseptlə 520 qram undan məndə tam 20 ədəd badamburalar alındı. Əgər artıq hazırlamaq istəsəniz, onda ərzaqların miqdarını 2 dəfə artıraraq 40 ədəd də badambura bişirə bilərsiniz. Yəni 40 ədəd badambura bişirmək istəsəniz, ərzaqların miqdarını 2 dəfə artırın. Yəni 2-yə vurub ərzaqların miqdarını artırıb çox da hazırlaya bilərsiniz. Və bir-bir ehmalca lentaları özümüzə tərəf darta-darta bükürük. Bükərkən də çalışın ki, qatlar hamısı üst-üstə düşsün. Baxın, beləcə hamısını qəşəng bükürük. Bükdükdən sonra mütləq bunları da bir qədər gözlətmək lazımdır. Mən ən az heç olmasa bir 20 dəqiqə, 25 dəqiqə gözlədirəm. Baxın, gördüyünüz kimi bu cür lentalarımız oldu 20 ədəd. Kənarlardan kəsdiyim hissələri də mən onları da 20 hissəyə böldüm. Üzərlərini salafanla örtüb, hardasa bir 25 dəqiqə gözlədirəm. Mütləq gözlətmək vacibdir ki, baxın bu cür içərilərini oyub, içliyi yerləşdirərkən rahatlıqla içərisini oymaq olsun. Ona görə mütləq ən az heç olmasa bir 25 dəqiqə gözlətmək lazımdır.
Baxın, artıq bu qalan xəmirləri də kənar hissələrindən ki, kəsib çıxartdığım xəmirlər var idi. Onları da bu cür badam-bura xəmirlərinin içərisinə yerləşdirirəm. Hər xəmirin içərisinə də 2 çay qaşığı dolu içlikdən əlavə edirik və qaşığın arxa hissəsi ilə ehmalca belə basıb yaxşıca bağlamaq lazımdır ağzını. Mütləq bu hissəni möhkəm örtün ki, bişərkən o hissədən açılıb içlik tökülməsin. Mütləq həmin hissəni möhkəm bağlamaq lazımdır. Və gördüyünüz şəkildə əlimizlə düzəliş verərək forma veririk. Və beləcə badam-bura formasını verib yığırıq. Burada bir neçəsinin hazırlanmasını sizlərə göstərirəm ki, sizlərə tam aydın olsun. Baxın, görsünüz, əvvəlcə götürürəm, baxıram ki, hər iki üzünə hansı hissə biraz nahamardısa, yəni biraz səliqəsizdirsə, həmin hissədən içərisini oyuruq. Xəmirin kənarını gətiririk orta hissəyə və oyuruq içərisini. Bu artıq qalan xəmirlərdən də bir hissəni onu da içərisinə yerləşdiririk. Xəmirlərin içərisini oyarkən gördüyünüz kimi tez-tez diqqət eləyirəm ki, demək ki, xəmirin orta hissəsində olan o qatlar ki var, mərkəzi, həmin hissə qaçmasın. Yəni o hissə yerində qalsın. Yəni qatlar tən orta hissədə qalmalıdır. Ona görə mütləq ona da diqqət eləyin. Yaxşıca bükürük. Bükdükdən sonra çevirib badam-bura formasını veririk və beləcə hamısını hazırlayırıq. Onu da qeyd edim ki, badam-buraları hazırladıktan sonra şorqoğalı xəmirində olduğu kimi bunları çox gözlətməyə, yarım saat məsələn gözlətməyə ehtiyac yoxdur. Çünki çox vaxt xanımlarımız qeyd edir ki, badam-buralar pişərkən partlayır. Yəni üzərlərində çatlar əmələ gəlir. Bu da ona görə olur ki, badam-buraları bu cür düzəliş etdikdən sonra, yəni içilik qoyub hazırladıkdan sonra çox mayalandırırlar. Ona görə çox mayalandırmağa ehtiyac yoxdur. Badam-buralar hazır olduqdan sonra mən hətta ilk hazırladığım listəki badam-buralarımı qətiyyən gözlətmədim. Çünki tək hazırlayıram. Köməksiz hazırlayarkən biraz vaxt gedir. Yəni hamısını hazırlayıb bitirincə ilk hazırladıqlarımız artıq demək olar ki, mayalanmış olur. Öz mayasını almış olur. Ona görə də mən ilk hazırladıqlarımı, yəni bunların hamısını bitirdikdən sonra artıq sobaya yerləşdirdim. İlk listimi bişirdim. Yox, əgər kömək ilə hazırlasanız, bir neçə nəfər birləşib hazırlasanız, tez bitirsəniz, onda bunları listin içərisinə düzdükdən sonra saata baxın, çox yox, 10 dəqiqə listin içərisində gözlədin. 10 dəqiqə gözlədikdən sonra artıq bişirə bilərsiniz. Yenə də qeyd edirəm, badam-buraları içlik qoyub hazırladıktan sonra çox saxlamayın. Yəni qoğaldakı olduğu kimi, yəni qoğal xəmirlərində olduğu kimi bir yarım saat qətiyyən bunları gözlətməyə ehtiyac yoxdur. Çox qalsa onda bişərkən sobada artıq görəcəksiniz ki, üzəri partladı, əyildi. Ona görə 10 dəqiqə gözlədib artıq bişiririk. Mən tək hazırladığıma görə gözlətmədim, yəni ilk listimi gözlətmədim. Çünki hamısını hazırlayana kimi ilk hazırladıqlarım artıq mayalanmış oldu. Baxın, bu ilk listimdir artıq. Görürsünüz, şişiblər artıq badam-buralarım, ona görə çox gözlətmirəm. Bunlar ikinci hazırladıqlarım idi ki, üzərlərini salafanla örtdüm, qurumasınlar. İlk hazırladığımı artıq sobama yerləşdirdim. Bir də mən badam-buraları sobanın ən alt gözündə bişirirəm. Mən konveksiya rejimində 120 dərəcədə bişirdim ən alt gözdə. Bişməyini də bu cür bilirsiniz. Üzərinə əlinizi vurduqda görürsünüz ki, üzərləri artıq bu qatlar yəni quruyub, bərkiyib. Altı isə tam qızarmalıdır. Xına kimi qıpqırmızı qızardı, götürürük. Badam-buraların üzəri qızarmalı deyil, bu cür ağ qalmalıdır. Gördüyünüz kimi qətiyyən çatlamayıblar, qatları hamısı üzərində tək-tək qalıblar. Üzərləri qızarmayıb, altı qəşəng xına kimi qızarıb, altları da açılmayıb, çox gözəl alınıblar. Sobadan çıxartdıqdan sonra da tam soyumasını gözlətmək lazımdır. Tam soyduqdan sonra nə vaxt ki artıq süfrəyə verəcəksiniz, süfrəyə verərkən üzərlərinə şəkər tozu səpərək süfrəyə verə bilərsiniz. Onu da qeyd edim ki, konveksiyasız adi kiçik sobalarda 140-150 dərəcədə bişirə bilərsiniz. Mənim badam-buralarım tam 45 dəqiqə müddətində bişib hazır oldular. Və bu da badam-buralarımın iç görünüşü. İnanın, o qədər gözəl, o qədər dadlı, ləzzətli alınıb ki, çox kövrək bir xəmirdir. İçərisi yumşaq, üzəri qəşəng ovuntulu, xırçıltılı. Dadından isə yedikcə doymaq olmur.
Değerli izleyicilerim, göz hakkınızı halal edin. Bura kadar videomu izleyip beğenen, rəylərdə hər zaman xoş sözlər yazan hər bir izləyicimə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Allah hər birinizin ürəyinə görə versin. Yeni videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.